Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidil enbiya'i vel mursalin. Muhammedin ve alihi tayyibine tahirin. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz yenə də elm öyrənib öyrətməyin ədəb və şərtləri haqqında olacaq inşallah. Yadınızdadırsa, ötən verilişimizdə elm öyrənməyin ədəb və şərtləri haqqında 2 dənə məsələni diqqətinizə çatdırdıq və bugün isə digər qalan mövzuları siz əzizlərin diqqətinə çatdıracaq. Deməli, elm öyrənməyin 3-cü ədəb və şərti budur ki, insan gərək oxuyub öyrəndiyinə əməl etsin. Kimsə oxuyub öyrəndiyinə əməl etməsə, təbii olaraq bildiklərini yaddan çıxardacaq. Yox, əgər bir insan bildiklərinə, öyrəndiklərinə əməl etsə, Allah Taala da ona bilmədiklərini öyrədər. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, cəhənnəm əhli elminə əməl etməyən alimin pis qoxusundan narahat olacaq. Baxın, hətta cəhənnəm əhli belə elminə əməl etməyən alimin əlindən əziyyət çəkəcəklər. Və Peyğəmbər salavatullah digər bir hədisdə də belə buyurur ki, qiyamətdə hamıdan çox o adam həsrət çəkəcək ki, başqası onun elminə qulaq asıb əməl etməklə cənnətə gedəcək, özü isə elminə əməl etmədiyi üçün cəhənnəmə düşəcək. Baxın, bu həqiqətən də çox acınacaqlı bir haldır. Təsəvvür edin, bir insan başqalarına elm öyrədə, onlara məsləhət verə, nəsihət verə, amma özü öz bildiyinə əməl eləməyə və nəticədə də gedə cəhənnəmə düşə, bu həqiqətən də çox acınacaqlı bir haldır. Bunun misalı bilirsiniz nəyə bənzəyir? Təsəvvür edin ki, bir şəhərdə bir dənə varlı, imkanlı bir şəxs yaşayır və bu şəxs o şəhərin kasıb insanlarına, cəmaatına maddi baxımdan yardım eləyir, kömək eləyir hər bir kəsə. Və o şəhərin kasıbları ki, bundan pul alırlar, öz güzaranlarını qaydasına salırlar. Bu şəhərdə bir gün xəbər yayılır ki, qısa bir müddətdən sonra bir neçə illik, uzun bir müddətlik quraqlıq, qıtlıq yaranacaq. Və bu kasıb insanlar ki, varlı insandan pul alırdılar, onun puluyla gedib özlərinə tədarük görürlər. O çətin günləri üçün, o qıtlıq illəri üçün tədarük görürlər, hazırlıq görürlər ki, o gün gəlib çatanda əziyyət çəkməsinlər. Amma bu varlı insan ki, onlara yardım eləyirdi, onların əlindən tuturdu, quraqlıq məsələsinə elə də əhəmiyyət vermirdi, onu ciddiyə almırdı. Ona görə də vaxt gəlib çatanda, qıtlıq, quraqlıq vaxtı olanda bu varlı insan ki, heç bir şey tədarük görməmişdi, tez bir zamanda bu insan həlak olub aradan getdi. Amma o fəqirlər, kasıblar ki, o varlının puluyla özlərinə tədarük görmüşdülər, onlar isə o quraqlıq vaxtında yığdıqları tədarüklə özlərini o qıtlıqdan çıxarda bildilər. İndi həqiqətən də başqalarına elm öyrədib, onlara ağıl verən insanlar ki, öz elmlərini, ağıllarına əməl eləmirlər, həqiqətən də onların da misalı, aqibəti elə bu cür olacaq. Baxın, dəyərli izləyicilər, İmam Zeynul Abidin əleyhissalam isə belə buyurur ki, əməl edilməyən elm sahibini küfür və cəhənnəmdən başqa şeyə yönəltməz. Yəni, elmsiz, əməlsiz elmin nəticəsi cəhənnəmdir, küfürdür. Elm öyrənməyin ədəb və şərtlərinin 4-cüsü isə bunlardan ibarətdir. Baxın, elm öyrənməyin
dördüncü ədəb və şərti isə bunlardan ibarətdir. Birincisi budur ki, insan, şagird gərək müəlliminin ehtiramını qorusun. 2. Ona qarşı təvazükar olsun. 3. Heç bir sözünə etiraz eləməsin. 4. Onu qəlbən sevsin. 5. Kimsə ustadının pisliyinə danışsa, öz etirazını bildirsin. İmkanı çatmasa, ən azından həmən yeri, oranı tərk etsin. Ta yoxsa ki, bəziləri kimi oturub, bu da qoşulmasın onlara, ustadının qeybətini etməsin, onun arxasıca danışmasın. Altıncısı da budur ki, ustadının haqqını heç vaxt unutmasın. Niyə? Çünki müəllimi, ustadı onun mənəvi və ruhani atasıdır. Və buna görə də onun haqqı əsl atasının haqqından çoxdur. Həqiqətən də bu məsələ eyni ilə bu cürdür. Baxın, bəzən insanın öz doğma atası düzdür. İnsanın dünyasını təmin eləyə bilər, maddi cəhətdən ona bir şərait qura bilər. Amma bəzən onun axirəti üçün heç bir iş görmür. Heç bir iş görmür ki, bəzi hallarda bəzi atalar öz övladlarının axirətini heç eləyirlər, məhv eləyirlər. Amma insanın həqiqi müəllimi, ustadı isə onun əbədi həyatını, axirət dünyasını səlqə-səhmana salır, onu əbədi səadətə çatdırır. Elə bu baxımdan da insanın ustadı, onun haqqı doğma atasının haqqından daha çoxdur. Deməli, dəyərli izləyicilər, elm öyrənmək istəyən insanların 5-ci ədəb və şərti isə budur ki, elm öyrənən şəxs nəfsini günahlardan, bəyənilməz işlərdən uzaq tutmalıdır. Nəfs əgər günahlardan uzaq dursa, o zaman həqiqi elm nuru ora daxil olar. Yox, əgər nəfs günahlardan uzaq olmasa, həqiqi elm nuru ora daxil ola bilməz. Yəni, belə deyək də, gərək qəlb çirkinliklərdən paklaşa, təmiz ola ki, elm orada yer tapa bilsin, özünə bir yer eləyə bilsin. İmam Sadiq əleyhissalam bu barədə buyurur ki, Əl-ilmu nurun yəqzifuhullah fi qalbi mən yəşə. Elm elə bir nurdur ki, Allah onu istədiyi şəxsin qəlbinə salar. Yəni, əzizlər, Allahın nuru, həqiqi elm nuru qəlbinə daxil olmuş bir şəxs başqa şeyləri oradan çıxardar, başqa şeyləri, şeytanları, dünya sevgisini ora daxil etməz. Dəyərli izləyicilər, bura qədər qeyd etdiklərimiz, danışdıqlarımız elm öyrənən insanların ədəb və şərtləri haqqındaydı ki, bu mövzumuz tamam oldu. İnşallah gələn bəhsimizdə, verilişimizdə elm öyrətməyin ədəb və şərtləri haqqında söhbət edəcəyik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.